Gürcüstan rəsmilərinin son açıqlamalarında Azərbaycanla strateji tərəfdaşlıq xüsusi vurğulanır. Baş nazir Irakli Kobaxidze ötən gün Rustavi telekanalında bildirdi ki, Gürcüstan region ölkələri ilə münasibətlərin dərinləşdirilməsi üçün bütün adımları atır və Azərbaycanla siyasi-iqtisadi əlaqələr misli görünməmiş səviyyəyə çatıb. Bu mövzu İstanbulda keçirilən Azərbaycan, Gürcüstan, Türkiyə Xarici İşlər nazirlərinin üç tərəfli görüşündə də əsas müzakirə mövzularından biri oldu. Gürcüstanın Xarici İşlər naziri Makabo Çoroşvili Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşünü məhsuldar adlandırıb və qeyd edib ki, son dövrdə ölkələr arasında yüksək səviyyəli təmasların intensivləşdiyini vurğulayıb. Çoroşvili bildirib ki, Prezident İlham Əliyevin Gürcüstana baş nazir Irakli Kobaxidzenin isə Bakıya səfərləri, əldə olunan razılaşmalar və dəmir yolu əlaqəsinin bərpası iki tərəfli münasibətlərin inkişafına mühüm töhfə verir. Gürcüstanın Xarici İşlər naziri həmçinin vurğuladı ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşan üç tərəfli əməkdaşlıq regionda uğurlu tərəfdaşlığın ən yaxşı nümunələrindən biridir. Tbilisidən mövzu ilə bağlı təqdim etmək istədiyimiz məlumatlar bunlar idi. Buyurun, söz sizdə.